Salam əziz xalqım, hər vaxtınız xeyir olsun inşallah. Bugün gəldim qəhrəman şəhidlərimizi ziyarət eləməyə, həmişə olduğu kimi öz borcumu yerinə yetirməyə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin inşallah. Yenə həmişə olduğu kimi hava da artıq sərinləyib, yenə də baxırsan ki, heç kim yoxdur. Bu bir tərəfdə də hal-hazırda iş gedir. 2020-də və antiterror əməliyyatlarında şəhid olmuş qardaşlarımız olan yerdə hal-hazırda təmin işləri gedir. İnşallah tez bir zamanda qutarar Allahın köməyi. Yenə də ən yaralı yerimiz olan gəlirik hər dəfə olduğu kimi. Yəni heç kəsi burada tapa bilmirik. Yəni həqiqətən insana çox pis təsirləyir valla. Oturursan burada insan, nə bilim, danışırsan qardaşlarla, analarımızla, nə bilim, danışırıq burada atalarımızla. Adam həqiqətən qırılır. Baxırsan ki, yəni insanlar bu qədər mi vəfasız oldular? Yəni bu ayrı-ayrı günlərdə də mən gəlirəm, yenə eyni şeydir. Hər dəfəsində eyni şey. Hər dəfəsində eyni şey. Mən burada nə bilim, gələndə insanları görə bilmirəm. Amma çıxırsan dənizin qırağına, parklara, yəni insanın qəlbi qırılır. İynə atsan yerə düşmür. Axı bizik də, bu milləti unutqan biz özümüzük. Yəni başqası deyil. Biz gedib günahı kimdəsə axtara bilmərik. Hər kəs özündə axtarmalıdır günahı. Mən xahiş edirəm, yenə xahiş edirəm. Özümə görə yox, bu qardaşlarımıza görə, analarımıza görə, şəhid olmuş burada analarımız var, itkin qardaşlarımız var. Unutmayaq da, gələk ziyarət edək, öz borcumuzu yerinə yetirək. Kimlərə borclu olduğumuzu unutmayın. Axı bu qədər məsuliyyətsizlik, bu qədər vəfasızlıq olmaz.